Bu dərsimizdə biz nağd pul vəsaitləri haqqında hesabatın hazırlanmasını sizə öyrədəcəyəm. Yəni bir esdə həmin hesabatın necə hazırlanır. İlk öncə biz nağd pul vəsaitləri haqqında hesabatla tanış olaq. Yəni onun mahiyyətini öyrənmək ki, yəni nədir pul vəsaitləri haqqında hesabat. Və burada biz Excel formasında sizə başa salım. Yəni pul vəsaitləri haqqında hesabat, yəni bunun daha geniş yayılmış adı cash flow deyirlər. Yəni nağd pul vəsaitinin axımı. Ancaq bu hesabatın əsas mahiyyəti ondan ibarət ki, burada dövr ərzinə daxil olan, dövr ərzinə çıxan pul vəsaitinin müvafiq maddələr üzrə qruplaşdırılmasıdır. Yəni buraya fikir versək görərik ki, dövrün əvvəlində olan pul vəsaiti, deyək ki, mart ayının hesabatını hazırlayırıq. Pul vəsaitləri haqqında hərəkət haqqında hesabatı. Burada mart ayının əvvəlində olan, yəni ayın əvvəlində olan qalır. Deyək ki, dövrün əvvəlində kassamız olan qalır, bankdakı hesablaşma hesabımız olan qalır, ƏDV depozit hesabımız olan qalır. Və digər hesablarda qalığımız varsa onu qeyd edirik. Və həmçinin dövr ərzində mədaxil. Burada mədaxil hissə isə ay ərzində şirkətimizə daxil olan pul vəsaitinin özündə əks etdirir. Yəni ay ərzində şirkətimizə hansı mənbədən pul vəsaitinin daxil olmasını özündə göstərir. Deyək ki, və həmçinin bu üç əsas bölmədən ibarətdir. Deməli, əsas fəaliyyətlə bağlı, maliyyə fəaliyyəti ilə bağlı, investisiya fəaliyyəti ilə bağlı. Yəni, nağd pul vəsaitləri haqqında hesabatın mədaxil hissəsi əsasən 3 hissədən ibarətdir. Yəni, əsas fəaliyyət, maliyyə fəaliyyət və investisiya fəaliyyətinə bağlı. Və həmçinin burada digər fəaliyyətə digər mədaxil də edə bilərik. Yəni, ƏDV-ni və bu fəaliyyətlə bağlı olmayan digər mədaxilləri, pul vəsaitinin mədaxilini uçota alması üçün. Məsələn, ƏDV-ni biz əsas fəaliyyətdə də uçota ala bilərik, amma ƏDV bildiyimiz kimi vergidə olan pul vəsaitidir, yəni onu da vergiyə ödəyirik. Ona görə də çox şirkətlər həmən pul vəsaiti haqqında hesabatda ƏDV-ni ayırırlar. Yəni digər mədaxil kimi dördüncü bir qrup yaradırlar. Amma iqtisadi ədəbiyyatlarda isə daha çox əsas fəaliyyətlə bağlı, maliyyə fəaliyyəti ilə bağlı və investisiya fəaliyyəti ilə bağlı pul vəsaitləri şirkətə daxil ola bilər. Əsas fəaliyyəti ilə bağlı pul vəsaitinin daxil olması ondan ibarətdir ki, yəni məhsul satışı və xidmətlərin göstərilməsindən, yəni bizim fəaliyyətimizin əsasını təşkil edir. Yəni məhsul satı və xidmət göstərməsi deyək. Və burada daxil olan pul vəsaitini biz yəni bu maddədə qeyd edəcəyik. Və həmçinin əsas fəaliyyət ilə bağlı məhsul satışı və xidmətlərin göstərilməsi ilə bağlı olmayan digər pul vəsaiti daxil olarsa müəssisəmizə, biz onu digər mədaxil bölməsində qeyd edəcəyik. Və bunların cəmi də olacaq, cəmi əsas fəaliyyətlə bağlı olacaq. Məsələn, deyək ki, 110.000 məhsul satmışıq, pul vəsaiti daxil olur və həmçinin 1000 manatda digər mədaxil olur. Cəmi 11.000 mədaxilimiz var. Həmçinin maliyyə fəaliyyəti ilə bağlı nə deməkdir? Maliyyə fəaliyyəti əsasən pul vəsaitinin mənbəyini göstərir. Yəni şirkətə pul vəsaiti hansı mənbədən daxil olur? Deyək ki, təsisçidən mədaxil ola bilər. Yəni borc kimi təsisdən ala bilərik. Və yaxud da cari kapital qoyuluşundan. Yəni ilkin olaraq şirkət yaranarkən pul vəsaiti qoyulursa, biz əgər mart ayında qoyulubsa, biz bura qeyd edəcəyik. Bizdə məsələn 10.000 manat deyək ki, buradan daxil olur. Və yaxud da maliyyə fəaliyyətində nə ola bilər? Şirkət bankdan kredit ala bilər. Sonra bu da maliyyə fəaliyyətinə bağlı olacaq. Yəni pul vəsaitinin mənbəyi, bildiyimiz kimi pul vəsaiti hardan daxil olacaq və daxil olma mənbələri kimi biz onu qeyd edəcəyik. Məsələn, sonra elə şirkətlər var ki, istiqraz emisiya edir və
pul vəsaiti cəlb edir. Həmin vəsaitlər burada qeyd ediləcək. Məsələn, digər müəssisələrdən borc ola bilərik və o da burada qeyd olunacaq. Maliyyə fəaliyyətinə bağlı. Gördüyünüz kimi biz məhsul satmırıq və digər məhsul satışı və xidmətlərini göstərmirik. Yəni, əsas fəaliyyətimizlə bağlı deyil, sadəcə borc mənbələrindən və yaxud da təsisçidən daxil olur həmən pul vəsaiti və biz onu maliyyə fəaliyyəti kimi qruplaşdırırıq. Və həmçinin investisiya fəaliyyəti ilə bağlı nədir? İnvestisiya fəaliyyətinə bağlı pul vəsaiti şirkətimizə deməli əsas vəsaitlərin satışından daxil ola bilər. Yəni əgər şirkətin əsas vəsaitlərin satışı yoxsa, pul vəsaiti daxil olursa, biz onu investisiya fəaliyyəti kimi qruplaşdıracağıq. Və digər aktivlərin satışına, məsələn, qeyri-maddi aktivləri sata bilərik. O zaman burada qeyd olunacaq. Məsələn, 2000 manata əsas vəsait satmışıq daxil olub. Məsələn, başqa bankda qoyulmuş depozitasiyon faizlərinin alınması. Əgər biz banka pul vəsaiti qoymuşuq ki, faiz qazanaq. Alınmış, yəni biz investisiya edirik. Yəni, oradan daxil olan pul vəsaitini biz faizlərin alınması kimi qeyd edəcək. Banka qoyulmuş depozitasiyon faizlərinin alınması. Həmçinin, digər şirkətlərin qiymətli kağızlarına biz investisiya qoysaq, oradan aldığımız dividend və yaxud da faizlə investisiya fəaliyyətinə bağlı gəlirlərə daxil olacaq. Və həmçinin bunların cəmi investisiya fəaliyyətinə bağlı gəlir təşkil edilir. Və həmçinin digər mədaxildə, məsələn, ƏDV depozitimizə daxil olan pul vəsaitini bura qeyd edilir. Əgər məhsul satmışıqsa, onun əsas məbləğini burada əsas fəaliyyətlə bağlı qeyri-məhsul xidmətlərin göstərilməsində qeyd edəcək. ƏDV-sini isə burada qeyd edəcək. Və bizim cəmi mədaxilimiz olacaq. Bu 4 mənbəyin cəmindən ibarət olacaq. Əsas fəaliyyətlə bağlı, maliyyə fəaliyyətinə bağlı, investisiya fəaliyyətinə bağlı və digər mədaxil. Və bunların cəmi bizim ümumi ay ərzində daxil olan pul vəsaitini göstərəcək. Yəni, şirkətimizə ay ərzində daxil olan pul vəsaitinin cəmini burada görəcəyik. Məxaric nədir? Məxaric bölməsi də mədaxil kimi 4 bölmədən ibarətdir. Əsasən, iqtisadi ədəbiyyatlarda 3 bölmə göstərirlər. Yəni, cari fəaliyyətlə bağlı, maliyyə fəaliyyətinə bağlı, investisiya fəaliyyətinə bağlı və biz ƏDV-ni də ayırmışıq. ƏDV və digər məxaric kimi qeyd edirik. Yəni, bizdə 4 fəaliyyət göstərilir. Cari fəaliyyətlə bağlı odur ki, yəni ödədiyimiz fəaliyyətimizlə əlaqədar alışların edilməsi üçün ödənilən pul vəsaitini qruplaşdırır. Və məsələn, xam mal və material üçün, xam mal, əmək haqqı, işçilərə ödənilən mükafat, ezamiyə, vergi ödənişləri, DSMF, reklam, dəftərxana, təsərrüfat və s. Bütün demək olar ki, xəstələrin əksəriyyəti cari fəaliyyətlə bağlı qruplaşdırılır. Və həmçinin maliyyə fəaliyyətinə bağlı nə ödənişimiz olar? Biz dividend ödəyə bilərik, təsisçiyə səhmlərə görə dividend ödəyə bilərik, təsisçiyə ödəniş edə bilərik. Yəni, dividend bilirik ki, səhmə görə əldə edilən gəlirdir. Bizim şirkətdən pul vəsaiti çıxırsa, dividend şəklində ödəyiriksə, biz maliyyə fəaliyyəti kimi dividend edəcəyik. Və həmçinin təsisçiyə ödəniş. Əgər biz təsisçinin borcunu qaytarırıqsa, o zaman maliyyə fəaliyyətinə bağlı pul vəsaiti. Digər borcun ödənişləri isə yenə maliyyə fəaliyyəti, məzənnə fərqi, bank kreditlərinin qaytarılması, yəni borclarımızın qaytarılması, bank komissiya xidmət haqqı, bunlar maliyyə fəaliyyəti ilə bağlı qruplaşdırılacaq. Və həmçinin investisiya fəaliyyəti ilə bağlı nədir? Biz əsas vəsaitlərin satışını investisiya fəaliyyəti ilə bağlı gəlir kimi qeyd etdik. Əsas vəsaitlərin alınması da investisiya fəaliyyəti ilə bağlı qruplaşdırılacaq. Məsələn, burada rəqəmlər biz qeyd etmədik. Deyək ki, 10.000 manata əsas vəsait almışıq. Hər hansı bir
maşın almışıq və biz burada qeyd edəcəyik. Tikinti və quraşdırma işləri, yəni bu da investisiya yönümlü işlərdir. Digər müəssisələrin səhm və istiqrazlarının alınması və burada biz investisiya qoyuruq, yəni pul vəsaitini veririk. Yəni qeyri-maddi aktiv proqram təminatının alınması, yəni bir esin özü deyək ki, onun quraşdırma xərcləri və s. qeyd edə bilərik ki, investisiya xərci kimi qrupllaşdıra bilərik. Və digər ədəbi depozit hesabından məxarici də burada qeyd edə bilərik. Və bizim bunların cəmi də olacaq, bizim cəmi məxaricimiz. Və pul vəsaitlərin xalic dəyişməsi olacaq. Cəmi məxaricimiz deməli oldu. Cari fəaliyyətlə bağlı cəm, maliyyə fəaliyyəti ilə bağlı cəm, investisiya fəaliyyəti ilə bağlı cəm və digər məxaric ilə bağlı cəm. Pul vəsaitlərin xaric dəyişməsi nədir? Deməli, mədaxillə, cəm məxaric arasında olan fərq. Olacaq pul vəsaitlərin xarici, deyək ki, 10.600. Yəni, şirkətimizdən çıxan pul, çıxılsın şirkətimizə gələn pul bərabərdə 10.600. Deməli, mədaxil hissə oldu şirkətimizə gələn pul vəsaiti və onların mənbələri hardan daxil olur, əsas fəaliyyətlə daxil olur, maliyyə fəaliyyətinə daxil olur və investisiya fəaliyyəti ilə daxil olur, digər mədaxil olur. Və bu 4 mənbədən ibarət olur, nağd pul vəsaiti tərəfindən. Məxaric hissə olur, cari fəaliyyətlə bağlı pul vəsaiti gedə bilər, məsələn, əmək ödəyə bilərik, deyək ki, əmək ödəmişik, kommunal ödənişlər və s. göstərə bilərik. Və həmçinin maliyyə fəaliyyətinə bağlı ola bilər, daha çox borclarını qaytara bilərik. Və həmçinin investisiya fəaliyyətinə bağlı olar, əsas vəsait və s. kimi alışlar edə bilərik. Və həmçinin ədəbi. Bunların fərqi pul vəsaitdən xaric dəyişməsi olacaq. Yəni, cəmi şirkətimizə daxil olan pul vəsaiti çıxılsın, cəmi xaric olan pul vəsaiti, pul vəsaiti xaric dəyişməsi. Burada isə qalıqlarımızı qeyd edəcəyik. Yəni 5400 xalic dəyişmə 5400-dür və 5400-də nədən ibarət olduğunu qeyd edəcəyik. Yəni onun ola bilər ki, 3000 kassadadır, 1200 manatı banka hesabımızdadır, 5400, 1200 manatı da ədəbi depozit hesabımızda. Qalığımız olacaq 5400. Bizdə ilkin qalıq olmadığına görə xalic bu vəsaitin xaric dəyişməsi qüdrətli. Əgər bizim hesabımızda məsələn pul vəsaitinin qalığı olsaydı, deyək ki, kassamızda 2000 pul vəsaiti var idi, yəni martın 1-nə. Deməli, 2000 pul vəsaitin xaric dəyişməsi 5400, dövrün sonuna amma olacaq, budur olacaq. Deməli, kassamız olacaq 5000. Deməli, deyək ki, 2000 manatımız var idi, 5400 manatımız müsbət şəkildə daxil olur və 7400 manat pulumuz olur. Ümumiyyətlə, nağd pul vəsaitləri haqqında hesabatın niyə görə vacibdir hazırlanması? Müasir dövrdə şirkətlər hesablama metodundan istifadə edirlər. Hesablama metodu, yəni iki metod var müasir vaxtda, kassa və hesablama metodu. Hesablama metodu mahiyyəti ondan ibarətdir ki, şirkət gəlirini pul vəsaitinin daxil olub olmamasına asılı olmayaraq, əgər gəliri əldə etmək hüququ yaranıbsa, həmin dövrdə gəlirini tanıyır və gəlirini tanıyır, amma pul vəsaitini əldə etmir. Bu zaman şirkətin mənfəəti ola bilər, amma nağd çəkdə pul vəsaiti ola bilməz şirkətdə. Və yaxud da şirkət xərcini o zaman tanıyır ki, əgər həmən dövrdə
xərc hansı dövrdədirsə, xərci həmən dövrə tanıyır. Amma həmən pul vəsaitini ola bilər ki, həmin xərci növbəti ayda ödəyir. Ona görə də nağd pul vəsaitləri haqqında hesabatın hazırlanmasının əsas məqsədi odur ki, şirkətin sırf kassasında olan pul vəsaitinin hərəkətinin izlənməsidir. Və həmçinin nağd pul vəsaitlərinin haqqında hesabatın iki metoddan istifadə olunur hazırlanmasına. Birbaşa və dolayı metod. Biz hal-hazırda birbaşa metoddan istifadə etdik. Yəni konkret bir estidə biz birbaşa metoddan istifadə edəcək. Amma dolayı metodu isə əsasən şirkətin balans və mənfəət və zərər haqqında hesabatına istifadə edərək nağd pul vəsaitinin haqqında hərəkətin hazırlanmasına ibarətdir. Və bunu biz gərək balans hesabatını və mənfəət və zərər haqqında hesabatı keçək, ondan sonra istifadə edir. Amma daha geniş yayılmış isə birbaşa metoddur. Hələlik biz Excel şəklində bu kəşf yolunun hazırlanmasını sizə izah etdim. Növbəti dərsdə isə mən birlikdə bunun hazırlanmasını sizə öyrədəcəyəm. Diqqətinizə görə sağ olun.